Salam əziz izləyicilərim. Bugün mən əklər hazırlayacağım. Videolarımın davamı üçün bəyən düyməsinə basıb kanalıma abunə olmağı, mənə dəstək olmağı unutmayın. İndi isə keçək hazırlanmasına. Qaba 1 stəkan su, 250 ml 100 qram kərə yağını əlavə eləyib yaxşıca qarışdırırıq qaza qoyub. Kərə yağ əriyəndən sonra bir paçka vanil, 1 çay qaşığı şəkər tozunu əlavə eləyib yaxşıca qarışdırırıq. 1 çimdik də duz əlavə eləyirik. Sonra isə 140 qram unu əlavə eləyib yaxşıca qarışdırırıq. Biraz bişiririk. Bişirdikdən sonra başqa bir qaba əlavə eləyib biraz soyuduqdan sonra 4 yumurtanı bir-bir əlavə eləyib yaxşıca qarışdırırıq. Yaxşıca qarışdırandan sonra belə bir məhlul alınmalıdır. Ondan çox şey asılıdır. Ola bilsin sizdə 5 yumurta da gedə bilər. Sonra isə kremin paketini qoyub videoda göründüyü kimi pişirəcəyim tavaya. Belə bu formada turbanı sıxıb qoyuram. Əvvəlcədən 150 dərəcədə qızdırılmış sobaya qoyuram. Dərəcə çox vacibdir. Az dərəcədə 40 dəqiqə pişməlidir. Pişən kimi də çıxarmaq lazım deyil. Soyuyana kimi saxlamaq lazımdır. Sonra isə əklərlərin deşiklər açıram. İki tərəfdən kremi doldurmağa. Videoda göründüyü kimi kremi içine doldururam. Bütün əklərləri bu formada doldurduqdan sonra eritdiyim şokolada batırıb qoyuram. Siz başqa formada da üstünü bezəyə bilərsiniz. Mən bu formada bezədim. İnanın çox dadlı əklərlər alınır. Həm də bu formada, bu reseptlə istənilən adamda alına bilər. Birinci dəfədə ələyən adamda da bu formada əklər alınar. Mən müxtəlif cür əklər elədim, yumru elədim, bu formada da elədim. Siz də istədiyiniz formada eləyə bilərsiniz. Eləyəcək olan hər kəsə indidən nuş olsun. Hələlik.